Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün mən sizə Rüfani müəllimə tənliklər mövzusunu izah edəcəm. Tənliklər mövzusu burada daha çox belə deyək də mürəkkəb tənliklərdən söhbət gedəcək. Çünki siz artıq aşağı siniflərdə belə deyək də sadə tənliklərlə tanış olmusunuz. Gəlin əvvəlcə mən sadə tənlikləri yazım, daha sonra isə biz keçək daha mürəkkəb tənliklərə. Başlayaq. Gəlin birinci bir dəqiqə. Gəlin birinci ilk başlayaq daha sadə tənliklərdən. Biz belə deyək də sadə tənliklərini yazarkən necə edirdik? X üstünə gəl 4 bərabərdir 6. X bərabərdir 6. 4-ün qabağındakı işarə müsbət olduğuna görə o bərabərliyin sağ tərəfinə keçəndə çıxılsın 4 kimi olurdu. X bərabərdir 2. Mütləq şəkildə hansı ədədi siz bərabərliyin digər tərəfinə keçirəcəksinizsə, məsələn 4-ü bərabərliyin digər tərəfinə keçirirəm, düzdürmü? Digər tərəfinə keçirəcəksinizsə, həmin ədədin qabağındakı işarəyə baxın, həmin rəqəmin qabağındakı işarəyə baxın. Müsbətdirsə, yəni üstə gəlmə işarəsidirsə, digər tərəfə keçəndə çıxılsın 4 olacaq. Bunu da qoyaq bir kənara. Biz nəyə bir də fikir verməliyik əziz şagirdlər? Məsələn, x-in üstünə neçə gələndə 4 eləyir, yəni toplanan cəm. Toplananın komponentlərinə fikir verməliyik. Biz, məsələn, əvvəlki illərdə siz belə damalarda keçirdiniz. Məsələn, x üstə gəl 4, 6. Yəni, dama üstə gəl 4, 6. Damanın yerində, damada hansı ədəd olurdu? Onun üzərinə 4 gələndə 6 eləyirdi. Neçənin üstünə 4 gələndə 6 eləyir. Bunu bilmək üçün biz mütləq 6-dan 4-ü çıxmalıyıq, düzdürmü? Bu 2 eləsin. Ona görə də damanın yerində 2 olurdu. Həmçinin bu x hal-hazırda damanın funksiyasını yerinə yetirir. Yəni, 6-dan 4 çıxanda 2 eləyir. Gəlin, yoxlayaq. X-in yerinə 2 qoyaq. Nəyə görə? X elə 2 deməkdir bu misal üçün. 2 üstünə gəl 4 bərabərdir 6. 6 eləyirmi? Bəli, 6 eləyir. Deməli, bizim seçimimiz doğrudur. Biz düzgün seçim eləmişik. X 2 olmalıdır. Əgərləri yerinə qoyanda 6 olmursa, ədədi toplayanda, deməli, x-imizi yanlış seçmişik. Gəlin bir neçə dənə də belə misallardan edək. Məsələn, x çıxılsın yenə 4 bərabərdir 8. Əziz şagirdlər, burada artıq 8-i çıxa bilmərik 4-ü, üstünə gəlməliyik. Nəyə görə? Çünki nəticədənsə 4 çıxıb 8 alıblar. 8 ilə 4-ü toplamalıyım ki, deməli, bu 4-ü çıxdığımız ədəd, yəni x-dən ki 4 çıxmışıq, həmin ədəd böyük ədəd olub da, düzdürmü? Biz 8-dən 4 çıxsaq 4 eləyir. 4-ü bura qoysaq 4 çıxılsın 4 0 eləyəcək. Ona görə biz bura toplamalıyıq 8-dən 4-ü. Mütləq şəkildə neçədən 4 çıxmışam 8 alın. Deməli, bu ədəd həm 8-dən böyükdür, həm də 4-dən böyük ədəddir. Bunu tapmaq üçün isə 8-dən 4-ü toplamalıyam. X bərabərdir 12 edir. Gəlin, yoxlayaq, baxaq. 12 x-in yerinə yazırın, çıxılsın 4 bərabərdir 8. Həqiqətən də 12 4-dən böyükdürmü? Böyükdür. 12 8-dən böyükdürmü? Böyükdür, əziz şagirdlər. Növbəti misala baxırıq. 3 nömrəli misala baxırıq. Deməli, x bölünsün 4, çıxılsın 2 bərabərdir 6. Bu tip misalları siz görməmisiniz. Tənliklər. Bu artıq yavaş-yavaş mürəkkəb tənliklərə keçiddir. Qorxmaq lazım deyil belə tənlikləri öyrənəndə. Daha diqqətli olmaq lazımdır. İnanın ki, bu tənliklər, yəni çətin bir qaydası yoxdur. Əvvəlcə bu x plus 4-ü saxlayaq yerində. Çünki əvvəlcə digər həlli eləməliyik. Çünki burada x bölünsün 4-ü biz heç cür həll edə bilməyəcəyik. X bölünsün 4-ü saxlayırıq yadda. Bunu bir qayda olaraq belə deyək də tətbiq edək. Daha sonra bərabərdir 6. 2-ni digər tərəfə keçirəm. Eləyir üstünə gəlir ki, demişdim ki, burada qabağında 2-nin qabağında çıxmadısa, digər tərəfə keçəndə 6 üstə gəl 2 olur. X bölünsün 4 bərabərdir. 6-nın üstünə 2 gələndə 8 eləyir. Baxın, indi biz x bölünsün 4 misalını qura bilərik. Nəyi
4-ə böləndə 8 eləyir. Məsələn, biz hər hansı kvadratı 4-ə bölürük, bu eləyir 2. Nəyi 4-ə böləndə 2 eləyir? 8-i 4-ə böləndə 2 eləyir, düzdürmü? Eyni zamanda, məsələn, vuruq hasil. Yəni, biz 2-ni də 4-ə vursaq 8 eləyir. 8-i 4-ə bölsək 2 eləyir, 8-i 2-yə bölsək 4 eləyir. Bu bölmədir. Yəni, tez-tez yazıram deyə qarışıq görünməsin. 8-i də 2-yə böləndə 4 eləyir, əziz şagirdlər. Aydındırmı? Yəni, bunu heç kim qarışdırmasın. Yəni, burada 4-dən və 2-dən böyük ədəd alınmalıdır ki, biz onu ya 4-ə ya 2-yə bölə bilək. Belə olan halda nə edirdik? Belə olan halda nə edirdik? 8 bölünsün 4, x bölünsün 4 daha doğrusu 8-dirsə, x bərabərdir 8-i 4-ə vurmalıyam. Çünki 8-i 4-ə vuranda mən tapıram nəyi 4-ə böləndə 8 eləyir? X bərabərdir 32-ni 4-ə böləndə 8 eləyir. Bəli, tənliyi sona kimi yazdım. İndi yoxlamasını yerinə yetirirəm. X-in yerinə 32 yazıram. Çünki x-i 32 tapmışıq. Bölünsün 4, çıxılsın 2, bərabərdir 6. Gəlin, davam eləyək 8-i. 32-ni 4-ə böləndə 8 eləyir. 8-dən 2 çıxanda da 6 eləyir. Birinci bölmə olmalıdır. Belə yoxlama zamanı, sonra çıxmanı yerinə yetirmək. Amma burada biz bölməni heç cür yerinə yetirə bilmirik. Çünki qabağında 2 durub. 2 qoymuruq bölmə yerinə yetirilsin. Aydındırmı? Ona görə birinci bu çıxmanı edirik. Misalı sadə formata gətiririk, sadələşdiririk. Sonra isə digərini yerinə yetiririk, əziz şagirdlər. Belə. Gəlin, növbəti bölməyə baxaq. 3 nömrə, daha doğrusu 4-cü misalımız. Deməli, x üzərinə gəl 16 bölünsün 2 bərabərdir 14. Baxıram. Burada da birinci çıxma eləməliyəm. Mən burada çıxma eləyə bilməyəcəm. Çünki bu bölmə mənə imkan vermir. Gəlin, bölməni edək, misalı sadələşdirək. Bu ifadənin qiyməti neçədir? 8. Bu ifadənin yerinə burası 8 ifadəsini qoyaq 14. Sadə sizin öyrəşdiyiniz tənlik alındı mı? Bəli, alınır. X bərabərdir 14 çıxılsın 8. X bərabərdir 6. Gəlin, yoxlayaq. Yoxlamaq üçün 6-nın yerinə, hələ x-in yerinə 6-nı qoyaq. 16 bölünsün 2 bərabərdir 14. 6 üstünə gəl, 16-nı 2-yə böləndə 8 eləyir. 6-nın üstünə 8 gələndə həqiqətən də 14 eləyir. Deməli, 14 bərabərdir 14-ə. Gördünüzmü? Yəni, elə də çətin deyil. Hətta asandır. Sadəcə olaraq etapları düzgün yerinə yetirməlisiniz. Sanki elə bilin ki, bu belə deyək də, puzzle kimi də qurursunuz və sizə uyğun yerə gəlib çıxırsınız. İndi gəlin belə bir misala baxaq. X çıxılsın 24 bölünsün 6 bərabərdir 12 vurulsun 2. Baxaq. Gəlin bir-bir yerinə yetirək. X çıxılsın 24 bölünsün 6 ifadəsinin qiyməti 4-dür. Yəni, tələsmədən, yavaş-yavaş, etap yerinə yetiririk. 12 vurulsun 2, 24-dür. Alındı mı sadə tənliyimiz? Bəli, sadə tənliyə gətirdik. X bərabərdir 24-dür, indi 4-dən toplayırıq. Çünki neçədirsə, ondan 4 çıxanda 24 eləyir. Deməli, həm 24-dən, həm də 4-dən böyük ədədir. Mütləq toplamalıyıq ki, alaq. Bunları da toplayanda 28 eləyir. 28 yerinə qoyuram. Toplayan zaman 28, bu digər misala aiddir. 28 çıxılsın. 24 bölünsün 6 bərabərdir 12 vurulsun 2. 28 çıxılsın. 24-ü 6-ya böləndə 4 eləyir. 12-ni 2-yə vuranda 24 eləyir. Həqiqətən də 28-dən 4 çıxanda 24. Burada da 24 alınır. Cavabımız oldu 24. Belə. Gəlin növbəti misala keçək. Burada mən mütərizədən istifadə edəcəm. 6. X üstünə gəl. 4 vurulsun. 5 çıxılsın X. Daha doğrusu 5 üstünə gəl X. Bərabərdir. Bərabərdir. Mən burada istifadə etmək istəyirəm. 32. Gəlin, nə edək? Burada x-in heç bir funksiyası, hələ heç bir funksiya yerinə yetirmədiyi üçün x başdan qalır yerində. Daha sonra nə edirik? Biz mütərizəni açırıq.
Vurmanın paylama xassəsinə görə birinci 4 rəqəmli mötərizənin içindəki birinci rəqəmə vururuq 5-ə. Sonra mötərizənin içindəki bu ifadə qalır yerində, üstünə gəl. 4 rəqəmli mötərizənin içindəki ikinci ədədi də vurmalıyıq. Yaddan çıxarmamalı. 4 vurulsun x bitdi mi mötərizə ilə ifadə? Bəli, elədi. 32 bərabər 32-də qalır yerində. İndi gəlin bu ifadələrin qiymətini yazaq bir-bir. X yenə qalır yerində. 4-ü 5-ə vuranda ifadənin qiyməti 20, 4-ü x-ə vuranda 4x bərabər də 32. Biz bilirik ki, əziz şagirdlər, bu 1x deməkdir. 1x, yəni bir dənə x deməkdir. Sadəcə 1 yazılmır yanında. Riyazi qanununa görə yazılmamalıdır. Gəlin, indi nə edək? X-ləri, məchulları bir toplayaq. Çünki siz bilirsiniz ki, yanında x olan ədədi digər ədədlə toplamaq olmaz. Ona görə də x-ləri bir yerə toplayırıq. X üstünə gəl 4x bərabərdir 32. Ədədləri də bir toplayırıq. Qabağında plusdur, keçir digər tərəfə olur minus. X üstə gəl 4x edir 5x. 32-dən 20 çıxanda eləyir 12. Burada gəlin rəqəmimizi daha kiçik götürək, elə 30 götürək. Çünki çıxanda alınsın. X bərabərdir. Burada nə edilir? Bu 5x, 5 vur x deməkdir, əziz şagirdlər. Belə halda nə edirik? Onu bölürük 5-ə. Bir dəqiqə. Onu bölürəm 5-ə. X bərabərdir 2. Nəyə görə onu 5-ə vurdum? Çünki 5-i mən x-ə vuranda 10 edir. Mən bunu bilmək üçün vuruq, vurmanın komponentləri vuruq bərabərdir hasil edir. Çox şagird bunları bilmir. Vuruq hasil. Hasil bölünsə digər vuruqa o birisi vuruq alınacaq. O birisi vuruq v yazıram da. Və yaxud da bu birinci vuruq olsun, bu ikinci vuruq. Birinci vuruqa bölsəm hasili ikinci vuruq alınacaq. Hasili daha doğrusu bölsəm də, yəni bölsəm ikinci vuruq alınacaq. Hasili ikinci vuruqa bölsəm birinci vuruq alınacaq. Baş hərflərini yazdım. Bunu da bir qayda kimi özünüz üçün qeyd edin. Ona görə də əgər mənim bir vuruqum varsa, yəni bir vuruq hansıdır burada vuruqlarda? Mənim bir vuruqum burada 5'dir. Yəni burada bir vuruqum var. 5. Digər vuruqum məlum deyil. Digər vuruqu bilmək üçün onu birinci vuruqa bölürəm. Yəni 5'ə bölürəm. Onu böldüm 5'ə elədi 2. İkinci vuruqumu da tapdım. İkinci vuruqum 2'miş. Yəni necə? Vuruq 5. Vuruq 2. Hasil 10. Onu böldüm 5'ə. Birinci vuruqdur 5. 2 elədi. Onu böldüm ikinci vuruq 2'dir. 5 elədi. Bax bu qaydada. Yəni yadda saxlayın. İndi biz bunu yoxlayaq. Bunu videonu saxlayıb yazarsınız özünüz üçün. İndi gəlin yoxlayaq. X-in yerinə qoyuram 2-ni. Birinci x-imiz var. Bəli, qoyuram 2-ni. 4 vurulsun. 5 üstə gəl yenə də bir dənə x-imiz var. Onun yerinə də yazırıq 2-ni. Yadınızda saxlayın. Bir misalda, yəni bu 5-ci misal üçün nəzərdə tutun. 6-cı misal üçün daha doğrusu. Bu 6-cı misalda x neçədirsə, neçə yerdə x gördünsə, deməli həmin x 2-dir. Məsələn, x-i neçə almısansa, 2 almışam x-i, düzdürmü? Mən neçə yerdə bu x-i görsəm, bil ki, həmin x elə bu 2 deməkdir. 2 yerdə x var, 2 yerdə bu 2 deməkdir. Yəni bu 2 yerdə də bu x 2-yə bərabərdir. Fərqi yoxdur. Digər misala keçəndə, məsələn, bu 6-cı misaldır. 5-ci misala keçəndə burada 6-dırsa, neçə yerdə x görsəm, o demək ki 6'dır. Yəni hər misalın öz qaydası var. İndi gəlin yoxlayaq. 2 üstünə gəl. 5 üstə gəl 2 edir 7. 4 vurulsun 7 bərabərdir 30. Görə eləyəcəkmi? 2 üstünə gəl 4 dəfə 7 28 eləyir. 2 üstünə 28 gələndə 30 eləyir. Demək ki nəymiş? Doğru variant seç. Deməli doğrusu almışıq biz x-i. Mütləq şəkildə doğru almışıq. Doğru almasaydıq, yerinə qoyanda alınmazdı. Keçək 7-ci misala. Yenə eyni tip bir misal yazıram sizin üçün. Deməli, x, deməli, və yaxud da x yazmayaq, 2x yazaq. 2x üstünə gəl, 4 vurulsun. 5 üstünə gəl, x-imiz. Bərabərdə neçə eləyə bilər?
Baxıram bura. Bunu yaza bilərəm burada elə 32. Bəli, 32 yaza bilərəm. Yazıram 2x yenə yerində. Vurmanın paylama xəstəsi. Çünki əsas bu hissəni açmalıyıq da. Yəni vurmanın paylama xəstəsindən istifadə edib. Hələ bizim 2x-dən işimiz yoxdur. Əsas bu hissəni açmalıyıq. 4 vurulsun. 4 vurulsun 5. Yəni 4-ü mötərizənin içində birinci ədədə vururuq. Mötərizənin içindəki toplama qalır. Yerində 4 vurulsun. X-ə bərabərdir 32. Gəlin hər birini tapaq. 4-də 5, 20 ifadələrin qiymətini 4 vurulsun x 4, x bərabərdir 32. İndi gəlin x-ləri dediyim o məhsulları bir yerə toplayaq. Ədədləri isə digər yerə toplayarıq. Deməli 4x-də gəl 2x edir 6x bərabərdir 32-dən də çıxıram 20-ni. Çünki 20-nin qabağında burada üstə gəlmə işarəsi var idi. Burada da istəyirsiniz elə 2x üstünə gəl 4x yazım. 6x bərabərdir 32-dən 20 çıxanda 12 eləyir. Bu 6x yəni 6 dənə x 1, 2, 3, 4, 5, 6 dənə bərabər x 12-dir. Deməli bir dənə x neçə olar? Bir dənə x tapmaq üçün 12-ni mütləq 6-ya bölməliyəm. Bu da edir 2. Əziz uşaqlar. Yəni burada da hər biri 2 olsa təsəvvür eləyin. Bu x-lərin hər biri 2 olsa 2, 2, 2. Gəlin toplayalım. 2, üstünə gəl 2, üstünə gəl 2. 1, 2, 3, 4, 5, 6 dənə 2. 12 eləyirmi? Bəli. Yəni x-i biz nəyə vuranda? X-i biz nəyə vuranda? 6-ya vuranda. Yəni neçəni biz 6-ya vuranda 12 eləyir. Bu vurma deməkdir. Sadəcə yenə dediyim kimi elmi riyaziyyatda bu yazılmır. X bərabərdir 12 bölünsün 6. Bundan sonra yazmayacaqsınız da. X bərabərdir 2. Yəni 6-nı nəyə vuranda 12 eləyir? Bu vurma deməkdir də. Yadınızda mütləq saxlayın. Videoya təkrar baxın ki, bu hissələr sizin yadınızda qalsın. Bir dəfə ilə yadda qalmayacaq. Yəni bu vurma deməkdir, bu sondakı vurma. Və ya da bu 2 vurulsun 2x. 2 vurulsun x deməkdir də. Nəyə görə? Gəlin səbəbini izah edim. Məsələn 2x bərabərdir 4 deyirlər. 2 dənə x. 2-ni nəyə vuranda 4 eləyir? 2-ni 2-yə vuranda. Yəni 2 dənə x 4-dürsə, biz belə deyək də x üstə gəl x bərabərdir 4 eləyir. Bu deməkdir 2 dənə x-dir də. Yəni 2x bərabərdir 4 eləyir. X-i x-lə toplayanda 2 eləyir. 1x bu da 1x eləyir. Eləyir 2x. Bunu ya belə yaza bilərik və yaxud da belə deyirdi. 3x bərabərdir 12 eləyir. X neçədir? Biz belə də yaza bilərik. X üstə gəl, x üstə gəl, x bərabərdir 12. Hansı ədədi 3 dəfə toplayanda 12 eləyir? 4-ü toplayanda da düzdürmü? 12 eləyir. Və yaxud da belə də deyə bilərik. 3x 12 desə 3-ü nəyə vuranda 12 eləyir? 3 vurulsun 4, 12 və yaxud da x bərabərdir 12 bölünsün. 12 bölünsün 3 bərabərdir 4 eləyir əziz şagirdlər. Yəni asandır, çətin bir şey yoxdur. Daha sonra deməli 8-ci misalımızı da yazaq. Bu da asan tipli bir misal olacaq. 5x çıxılsın 2x üstünə gəl 24 bölünsün 8 bərabərdir deməli 17-yə. Gəlin bir açıq. Deyəcəksiniz çətindir. Xeyr, çətin bir şey deyil. Gəlin əvvəlcə bu hissəni tapaq. 2x-dən 5x çıxanda neçə eləyir uşaqlar? Yəni yanında x-lər olduğu halda biz rahat şəkildə bunu çıxa bilərik. Yəni məsələn 6x-dən 4x çıxa bilərik. Necə 6-dan 4-ü çıxırıqsa burada da elə. 6x-dən 4x çıxanda 2x eləyir. Və yaxud da 4x-dən x çıxa bilərəm. Bu 1 demək olduğuna görə necə 4-dən 1 çıxanda 3 eləyirsə, 4x-dən də 3x çıxanda 1x çıxanda 3x eləyir. Yəni buna qorxmaq lazım deyil. 5x-dən 2x çıxanda 3x eləyir. Üstünə gəl 24-ü bölürəm. İndi 8-ə gəlin bu ifadənin də qiymətini tapaq. Görə 24-ü 8-ə böləndə neçə eləyir? Bir dəqiqə. 24-ü görə 8-ə böləndə neçə eləyir? 3 edir. Bunu da yazıram bura. 17 də burada. Aha. Məlum oldu. Uşaqlar, bu 3x sizi çaşdırmasın. Necə ki biz, məsələn, təsəvvür eləyin ki, belə deyək də, təsəvvür eləyin ki, bu x burada yoxdur da. Yəni nə mənada? Bu x 3 burada yoxdur. Əvəzində x var.
Eyni mənadır, eyni şeydir. Yəni bunu x kimi başa düşünsüz. Yəni x-in funksiyası necə idi? X qalırdı yerində, 17-dən 3 çıxırdıq. Düzdür? Eyni ilə də 3x qalır yerində, 17-dən 3 çıxırıq. 17 yox, biz bunu 18 eləyək burada. Yəni rəqəmi tutuşdura bilmədik, hansı rəqəmi. Beynimizdə başqa rəqəmdir, bura başqa bir şey yazırıq. 3x bərabər 18-dən 3 çıxanda 15, x bərabərdir 15 bölünsün 3, x bərabərdir 5 edir. Gəlin indi yerinə qoyaq, yoxlayaq. Bu biraz çətin yoxlama ola bilər, amma elə də çətin deyil. 5-i yazdım yerinə, x-imiz 5-dir deyə, bu vurma deməkdir, sizə demişəm. 5 qoyuram, 2 vurulsun. 5 qoyuram x-in yerinə, hər yerə sadəcə bu x-lərin arasına vurma olur. Sadəcə qeyd eləmirik də, qeyd eləmirik bunu. Öyrəşsin artıq gözünüz, yəni artıq uşaq deyilsiniz, böyük siniflərə doğru gedirsiniz. Ona görə də diqqətli olun, bu qaydalar yadınızda qalsın. Bərabər 18. Misal olduğu kimi qalanı da yazdım, sadəcə x-ləri qoydum yerinə. İndi gəlin bir-bir ifadələri açaq. 5 dəyə 5, 25. Düzdürmü? Çıxılsın. 2 dəfə 5, 10. Üstünə gəl, 24 bölünsün 8. Söhbət buradakı misallardan gedir ha, uşaqlar. Baxın, buradakı 25-i hardan aldım? Bax, buradan 5-i vurdum 5-ə. Misalı ifadəni aça-aça gedirəm. Sonra çıxılsın 5-i vurdum 2-yə. Ondan sonra üstünə gəl qaldı 24-ü böldüm 8-ə. Bu da eləyir 3. Bərabərdir 18 də öz yerində. Görək elə 18 alınır, bərabərlik düz alınır. 25-dən 10 çıxdım. Birinci gəlin 25-dən 10 çıxağın. Çıxdıq mı? 25-dən 10 çıxdıq. Neçə qaldı? 15 qaldı. Sonra gəlin bu 3-ü də üzərinə gələyin. Üzərinə gəlirəm 3-ü. 18. 15-in üstünə 3 gələndə həqiqətən 18 eləyir. Bəli. Deməli aldığımız cavab doğru cavabdır. Qorxmaq lazım deyil bununla. Bu qədər əziz şagirdlər, hələ ki bu tipləri yazın. Daha sonra mən tənliklər mövzusundan, yəni mürəkkəb tənliklər mövzusundan sizə məsələ üzərində necə qurmaq olar, ona aid video çəkəcəm, video izah çəkəcəm. Oldu, çox sağ olun. Mütləq şəkildə təkrar izləyin.